yo. Azərbaycan Mezə Liqasının ikinci mövsümü start götürür. Zərbə gol! Real Madrid dönen topu Anar Məhərrəmov. Elcan və gol! Burada Rauf Veli. Nuxardan fantastik zərbə. Boş kaplara zərbə və gol! Mənlə Vüqar, soldan da kimdir? Yo. Onların solundaki Vaqiflə İlqar burada arxa oynayırlar. Top sağlığı gelir. İki nəfər, mən gelərəm qabağa. Başa düşdün, başlayaq elə. Əli Tanrılan yaxşı qaçır da, yaxşı da udarları var. Tanrılanla səsən, sonra zahmet eləyəndə vurğu, mən gelərəm. Oynayacağım. Oynayacağım da deyil. Ay, məzənərsən. Ortada Vaqiflə. Yox, elə ortada deyil. Arqadan belli olur ki, oradan daha hücum var. Arda Vaqiflə İlqar arqadan oynayırlar. Top sağlığı yazarlar. Vüqar, mən. Sonra Sleva. Sleva Fərid. Sprava Fidan. Ortada. Alim. Tamirlan Alim. Tamirlan Alim. Solda Tamirlan. Baxa ben daxılıcıyam, gələn topları rəqibi çaşdırmam. Görsək ki, kimsə gücü çatmır, bunlar dincəlməyə lazımdır. 3 dəqiqə, 5 dəqiqə. Artıq dərəcədə xahiş edirəm. O adama göstərəndə kimsə olsun. Qardaş, gəl səni dəyişirik. Ben bunu oynamağa gəlmişəm, yoxsa olmasın. Komandadır. Heç kim burada, heç kim bura, yəni öz kayıfına gəlməyir. Burada komandadır. Biz Dakansa kimi komanda olmuşuq, hə uşaqlar? Olan baş ver, sizə bir daha. Hər vaxtınız xeyir, hörmətli izləyicilərim, mənəm sağlamlığınız və əhvalınız tam olaraq yerindədir. Mezə Liqanın ikinci mövsümünün final oyunu Under Game White Wolves komandalarının oyununda hər birinizi salamlayırıq. Sizinlə bugünləri şəhətdən mən Ali Futbol və mən Tamirlan İmanov. Çox qızğın keçən yarım final görüşlərindən sonra hamı səbirsizliklə bu final görüşünü gözləyirdi və final görüşünün startına artıq saniyələr qalır. Çox qızğın mübarizə bizi gözləyirdi və oyun da tam olaraq bu sözün haqqını verdi. Ona görə də məncə biz inanılmaz qarşı durma, fantastik qollar, bol mübarizə, qırğın dava, şüvənlik hər şey görəcəyik. Vaxt itirmədən hər iki komandanın möhtəşəm kadrlarımıza baxaq. Vaxt itirmədən təbii ki, keçirik komandaların heyətinə, başlayırıq Under Game komandasından. Qapıda Əli, Fərid, Vurğun, Fidan, Uran, Tamirlan, Alim, Elcan Rəsulov, İlqar Qurbanov, Tamirlan Umudov və Vaqif Cavadov komandanın baş məşqçisi bu oyunluq yenidən Ələkbər Əliyev. Yarım finaldakı məğlubiyyətini həzm eləyə bilməyib yenidən qayıdır. Və White Wolves komandasının heyəti qapıda Həsən, Xəqani, Ruslan, Maga, Emin, Alina, Royal, Rəşid, İlkin, Rauf və komandanın kapitanı Sabo. Komandanın baş məşqçisi Fərrux İsmailov. İlqar Qurbanov oyundan öncə artıq şou göstərəcəyini hər kəsə nümayiş elətdirir. Qəşəng idi, yaxşı idi. Və son hazırlıqlardan sonra nəhayət ki, final görüşü başlayır. Sabirdən fair play və top Under Game komandasındadır. Komanda hücuma çıxmağa cəhd göstərir. Bəybalayevdən İmanova ötürmə. İmanov topu itirir. Rauf Əliyev topu götürür. Tamirlanı keçir. Alimi keçir. Vüqar Bəybalayev burada ondan topu götürür. Topu da heç kimə vermək istəmir. Xəqani topu alır ondan. Xəqanidən ötürmə. Royal Nəcəfov cərimə meydançasına daxil olur. Zərbəsi və Əli Kərimov. Əli. Oyunun ilk dəqiqələrindən, düzdür, burada offside idi və hakim də göstərdi ki, offside idi. Amma zərbə əla. Əli isə ilk saniyələrdən göstərdi ki, bu günlər onun qapısına yol tapmaq olduqca çətin olacaq. Alina topladı. Ötürməsi Xəqaniyə çatır. Xəqani komanda yoldaşlarını axtarır. Ötürməsi Doktor Rəşid topu itirir. Tamirlan topu itirir. Royal topu götürür. Cərimə meydançasına yaxlaşır. Zərbəsi və gol! Maçın 8-ci dəqiqəsində artıq Royal Nəcəfov qapının belə deyək torunu sirkələyə bildi və White Wolves komandası
gözlənilən olaraq əslində hesabda irəli çıxdı. Çox əla zərbə idi və hətta Əli Kərimov da burada heç nə ilə komandasına kömək edə bilmədi. Penalti kimi bir şey idi. Yox, Zarafoviya burada nəsə etmə, ümumiyyətlə reaksiya göstərməsi artıq yaxşı idi. Amma topu götürmədə oradan çox yaxşı vurmuşdu. Çox əla zərbə alındı və heç kim bu zərbəyə mane ola bilmədi. Hesab 1-0. 1-0, bəli. Və bu ilk dəqiqələrdən Vayful komandasının ümumiyyətlə titul uğrunda nə dərəcədə ciddi hazırlaşdığını göstərdi. Düzdür, Ruslan da indi hazırlıqlarını edir, amma heç futbol vibe'ı belə deyə yox idi orada. White komandasının növbəti hücumu. Ruslan ötürməsi Sabir. Ay Sabir. Sabir çox inanılmaz bir fürsəti əldən qaçırtdı. Burada ofsaydı yox idi. Bu ötürmədə də yox idi. Sabir sən gələ bu qolu vurub Instagramı partladardın, amma bu dəqiqəyə qədər bu alınmadı. Qismət deyilmiş. Yaxşıdır. Sabir sürüyor. White Wolves komandası yenə də hücumdadır. Xəqanidən Alinaya ötürmə. Alina ötürməni verir Eminə. Emin topu buraxır Ruslan Əmircanova. Ruslan Əmircanovdan ötürmə. Sabir. Mən bu epizodla bağlı çox danışa bilərəm əslində, amma məncə burada Sabirli bir günah yoxdur. Çünki mənə elə gəlir ki, meydanın bax o nöqtəsi lənətlənmiş nöqtədir. Oradan başla zərbəni qapıdan keçirmək elə bir ki, mümkün deyil. Qapıda özdə əli duranda. Azərbaycansın. Üstündə niyə danışdın? Alina, Xəqani. Ümumiyyətlə Alina ilə Xəqani bu oyunda ən çox topla oynayan futbolçular kimi gəlirdi mənə. Məncə də Amil topu götürür, top gəlir çatır İlqar Qurbanova. İlqar Qurbanov neyniyəcək? Cərmə meydançasına daxil olur. Noluq zərbə və gol! Hesab bərabərləşir. Məncə Guinnessin rekordlar kitabına bir nəzər salsaq, İlqar Qurbanov tarixin məncə ən çox noluq belə deyək, fənni ilə qol vuran futbolçusuna dönər. Medialiqa tarixində ümumilikdə 3 dənə topu var və üçünü də müəllim baxmır da qapıya. Deyir ki, bilirəm də hardadır, bu zırrama bilirəm hardadır. Fantastika. O da illərin təcrübəsindən gəlir. Məncə qapının harda olduğunu çox gözəl bilir. 100%. 18 nömrəli İlqar Qurbanov 17-ci dəqiqədə Under Game White Wolves komandalarının oyununda hesabı bərabərləşdirir. Dəfələrlə 117 kiloqramlıq Lamin Yamal. Elcan Rəsulov, komandanın kapitanı. Qəşəng idi. Bu çox qəşəng idi. Əli Heydər yenə də öz ampluasında. İlqar Qurbanov burada topu götürür. Vaqif Cavadova ötürmə. Vaqif Cavadov cinahla irəliləyir. Vaqif Cavadovun önündə Ozan. Vaqif Cavadov nə edəcək? Topu çəkir, yıxılır və burada heç nə yox idi. Yoxdur, təbii ki, yoxdur. Yəni bu yəni fantom bir penalti istəyirdi. Ümumiyyətlə Vaqifin bu məsələlərdə bir fitri istedadı var. Bunu şəxsən öz üzərimdə hiss eləmişəm. Amma ilk baxışdan hətta çox inandırıcıdır və bu epizoddan sonra təbii ki, baş məşqçi onu kənara saxladı ki, qardaş belə olmaz. Və eyni epizodda Vurğun və Maksim Medvedev meydana daxil olur. Tamirlandan Trivella ötürməsi Fərid Dalıblı. İki nəfərin arasına girir, keçmək istəyirdi. Fərid, qarşında Maksim Medvedevdir. Amma keçsəydi çox yaxşı olardı. Yox da, amması yoxdur bunun. Maksim Medvedevdir bu. Maqa topladı, ötürməsi. İlqar Viqaroğlu. İlqar arxa gözü ilə Royal Nəcəfovu gördü. Mübarizə Royal yerdədir, amma məncə burada elə Vaqif stili heç nə yox idi. Heç nə yox idi. Top Tamirlan Umudovdadır. Tamirlan İlqarı keçir. Tamirlan topu göndərir kimə? Vaqif Cavadova. Vaqif Cavadov burada nə edəcək? İlqar Qurbanova ötürməsi keçmədi. Top yenə də Xəqanidədir. Biz isə təkrarı izləyirik. Bəli, burada penal İnanmadım. Yox idi. Qatma qarşılığı yenə nəsə pauza yox. Küncdən zərbəni İlqar Viqaroğlu yerinə yetirmək istəyirdi. Yerinə yetirdi də, amma yaxşı alınmadı. Top Tamirlanda. Tamirlan özünə inanıb İlqarı keçmək istəsə də bu alınmadı. Top yenə də Xəqanidə. Xəqani keçir. Qapıya zərbə idi, bu alınmadı. Maksim Medvedevdən sağ cinaha ötürmə. Emin Uranı keçir. Emindən zərbə və çox təhlükəli idi, sənə deyim. Ümumiyyətlə, Emin White Wolves komandasının heyətində ən çox mənə görə qapını yoxlayan
futbolçulardan və iştirakçılardan biri idi. Belə ilk yarım finalda da 2 təhlükəli zərbəsi vardı. Burada da çox yaxşı zərbə alındı, amma Xəqanidən Royal Nəcəfova ötürmə. Royal Nəcəfov topu göndərir Nihat'a. Nihatla Vüqar Bəybalayevin qarşı durması. Nihat topu hələ ki özündə saxlayır, lakin burada Fidan gəlir, topu götürür. Fidandan Vüqara yeni ötürmə. Vüqar nə edəcək? Pressing altındadır komanda. Əli topu ötürür yenə də Fidana. Komanda sənə deyim əməlli tiki-tak oynayır. Vüqar Bəybalayev topu çıxardır. Elcan Rəsulov. Sabaylın Barselonasını izləyir hal-hazırda. Nə etmək istəyirdi, özü də bilmədi. Topu ötürür digər Tamirlana. Tamirlan Umudov. Tamirlan Umudovdan sol cinah Vaqif Cavadova. Vaqif Cavadov mərkəzə daxil olur. Vaqif Cavadov amma ötürməsi keçmədi. Burada Nihat imkan vermədi. Yaxşı ki, Ələkbər orada idi. Nəsə belə çox maraqlı kombinasiyanı izlədik. Undergame komandasının növbəti hücumu Tamirlan İmanov ötürməsi Fəridə. Fərid Elcanı görmək istədi, amma Ramin Binyaminov 1-i, 2-si, 3-ü. Ramin hara gedirsən ay qardaş? Oy oy oy. Yaxşı epizod Zərbə və Əli Kərimov. Bu yaxşı Yəni idi. burada Raminə mane olmasaydılar bəlkə də təkbətək çıxa bilərdi, amma burada İlqarın çox gözəl və çox yerində zərbəsi var idi. Əlini də qeyd etmək lazımdır. Mövqe seçimi də düz idi və topu da çox yaxşı ikinci zərbəsinə. Çox yaxşı zərbə idi. İlqar, like elədim səni, malades. Yaxşı epizod, çox yaxşı epizod idi. Bəxt gətirmədi sadəcə olaraq və Əli yenidən demişdi ki, qaqaş bu günləri mənli idi. Burada nə verir baş? Undergame komandası yenidən hücumdadır. Vaqif Cavadovdan. Oy oy oy. Aha. Burada yəni Aləm mən dəydi gördüm bir-birinə. ki, əllə tutdu Vaqifi sadəcə. Vaqifin həmin o fəndindən sonra, lakin burada nə baş verdi? Gəlin bir daha təkrara baxaq, görək ümumiyyətlə təkrar bizə nəyi göstərir. Çünki davamlı fitlər, Vaqif Cavadovun etirazı, Elcanın etirazı, sarı vərəqə. Bir dənə epizoda baxsaydıq, Vaqif çox əsəbidir. Düzdür, Elcan topu vurdu, çıxartdı, amma Vaqifə sarı vərəqə verdilər. Burada biraz vəs söhbəti var da, o da var təbii ki. Vaqif çox narazıdır. Tam başa düşmədim hələ ki nə epizoddur. Gəlin bir dənə təkrara baxaq. Maq özü də başa düşmür, biz də başa düşmürük. Hətta Vaqif komandanı meydandan da çıxarmaq istəyir. Yaxşı ki bu epizodda kapitanlıq sarğısı Vaqifdə deyil. Məncə də. Məncə oyunun 20 neçənci dəqiqədə elə belə dayanması, yəni çox o olmazdı. Vaqif gedir. Vaqif dayanmaq istəmir. Və Vaqifin yanında biz kimi görürük? Onun sekundantı, ringsaydı, Nuqzar Kvirtiyə. Narahat olma qardaşım, həll eləyəcək söhbəti. Yox. Vaqiflə Rasim düzdür, meydandan getmək baxımından yox, amma yəni komanda maqada, yəni fənd də olur. Amma belə reaksiya vermək olmaz. Düzgün deyildi. Lakin futboldur, burada hər şey olur. Aha. Erkin də söhbətə girişdi. Oy oy oy. Erkindən sərt reaksiyalar. Yeri gəlmişkən bir çox izləyicilər bilmir, Erkin eramızdan əvvəl Qobustan dilində danışa bilir və hətta bu göstərdiyi də bir salamlama idi. Ola bilər. Hətta Undergame komandası belə Erkinin nəyə görə belə canfəşanlıq göstərdiyini başa düşmədi və bunun məntiqi səbəbi olaraq hakim o sarı və yox, Erkin, biz hazır deyilik. Biz belə şeyə hazır deyilik, qardaş. Nuqzar aman malades, bir kəlməyə görünə Erkini qaytardı. Nuqzar getdi Vaqiflə də məsələni həll elədi. Elcanla da kadra düşməsə də, sonra gəldi Erkinlə də hər şeyi həll elədi. Bir də məsələni başa düşmədim ki, bu epizodun ortasında niyə tribunalar bax, yenə də həmin o qədim Qobustan dili. Yenə də bütün söhbətlərin ortasında mənəm də. Bax, niyə həmişə bax belə baş verir mən? Düşmənlə futbol. Zaten bir də oynaya da biliriz. Valla dedim ki oynaya bilirlər. Aha. Yəni Erkinin bir mənalı olaraq rəqibi komandanın oyununa şübhəsi var. Ola bilər onu Erkinin özündən biz soruşarıq. Oyun isə davam edəcək. Maksim Medvedev finaldan öncə hətta zədələnmişdi. Bilirdik ki, zədəsi var. White Wolves komandası topu yan xəttdən oyuna daxil edir. Alina. Oy. Erkin Erkin. Alim Cəfər.
Yeri gəlmişkən Alim Cəfər 1-2 oyunda oynasaydı onu artıq Barselonaya sata bilərdi. Burada Erkin yenə də topu götürür. Tamirlan İmanov. Tamirlan İmanovdan ötürmə. Tamirlan Umudova. Tamirlan Umudov topla irəliləyir. Cərimə meydançasına daxil olur. Zərbəsi və gol! Bilyard sayağı gol. Bilyard sayağı gol uşaqlar. Bu epizoda baxaq sadəcə olaraq. Yəni tam səhv edirəm ki, mən Media Liga indi neçə dənə ikinci mövsümdür, 4 dənə 5 dənə oyun gedib. Mənə görə ən fantastik, yəni gol sevinclərindən biridir. Burada ofsaytdan söz belə gedə bilməz təbii ki. Nihat gecikirdi bu epizodda. Həm də Tamirlan Mario Russonun driblingi nə edirsən, o qaçışı nə edirsən dəyərdi. Amma həqiqətən də baxdı, gördü, vurdu. Svoy pravı uğul, necəsən? Və hissənin sonunda elə 45-ci dəqiqədə Under Game komandası artıq hesabda irəli çıxır. 2-1. Yaxşı, yaxşı. Çox yaxşı. Bəli. Komanda bu qola o qədər sevinir ki, sanki artıq Çempionlar Liqasının finalının qalibi olub və hakim burada ilk hissənin bitdiyini elan edir. Və White Wolf komandası narazıdır bundan. Əlavə vaxt istədilər. Çox güman ki. Şimdi rahatlaşmıyor. Я понимаю вашу претензию, у их команд тоже претензии. Я этот момент прекрасно мне сейчас все объяснили, все сказали. Я не буду говорить, кто прав, кто виноват. Мы здесь как лига сейчас, не как футболисты и не как друзья, как лига действуем, что у них идет принципиальная борьба за кубок, у вас идет шоу-матч. Все прекрасно понимают, что такое шоу, что такое игра. Вы как футболистам объясняют, у них только игра за кубок. Но давайте так, придерживаемся вашей игры. Мы вас полностью поддерживаем, как и другую команду. У нас нет разделения, мы всех вас уважаем. Судье объясните, чтобы адекватно относилась, потому что эта команда пытается шоу сделать. Все, пусть судья просто пресекает их грубость, а наши что-то пытаются сделать, чтобы сразу желтой карточкой на нас не бегало. То есть она дала желтую за возмущение, но не дала за грубость. То есть пусть она здесь, братан. А ты иди вообще знаешь куда? Ворота иди, а? Elcan. Ama şey, 40 yılda futbol oynuyor. İşte saf oynasa da kesmeye lazım. Ayağımıza bak. Эти рефери никогда не судили так, понимаете? И мы объясняем, но во время матча невозможно, да, Вагиф, это думать? Это же рефери премьер-лиги, да? Понимаете? Мы с Ильей были в кабинете у них, даже перед игрой разговаривали. Я свидетель, скажи, был разговор? Она поняла, она с улыбкой это встретила, она сказала, что вам нужно шоу, вот мы сделали шоу. Я сказал, что в крайней вот грубости доставать карточку. Да, что футбол, если он полезет открытым на пол, надо наказать. Ya wstać bakacak. Gitti de gaz vakti. Gitti de. Bir tane de şey yaxşıdır ki, dürbününüz oynaya bilmirsiniz buna komandada. Olmaz belə şeydir. Əlbəttə ki, oynaya bilməyib olacaq bırakmışsan. Eşin orası. Oynayamırsan başka, kim oynayırsan başka. Bir sözün var, buna baxandan sonra gələrsin. Sonradan salmaktan ötürü başlayırlar ortada aynen benim. Çünki bizdə disiplin var, Ruslar. Takipler yapmıyorum, sizde kim oynuyorsa. Disiplin var. Takipler sağlı verege vermedi ya. Oyun epizodu, kesin benim. Takipler oynayan kabarın çatına bu kaç oldu. Başlayacaklar kızıştırmalar bizi. Biz gözümüzden cıloplanırız. Bu başdan İslam momentimiz var. En azından bir 2'den 3'den sağlayıp vuramadı. 2'den 3'den ulaştığını saxlaya bilmədi. Rahmetli oldu, saxlaya bilmədi. Çayırmandan da. İlqanın topu vaxtı vardı. 2 dənə moment oldu. Futbolları ilgara çattı vurdu. Hep onu Vuracaqsınız. Kim sayesinde alacaqlar? Ama niye vermir? Ben deyirəm ki, artırır. Əvəzsiz Artırmır. Heç olmasa o qırmızısını verir. Hakim ben söyleseydim ben çota kırmızı vermişim. verəzəyə niyə vermir? Çünki listə hakim yox. İzah edin. O məntiqi var, o bizim boşluğumuz ola bilər. Nəyə görə? Adam elə bilib ki, şou oyunudur deyədən, şou oyunu baxımından belə bir şey yoxdur.
Okey. Amma ikinci tane dedi ki, nə qədər vaxt ki olsa saniyə və saniyə artırır. Bir. İkinci məsələ, bu əvəz etmələrə aid deyil. Okay. Yəni ona görə də sənin üstünə düşən məsələ, gedin Tamirlan və Elcanla danışın ki, əvəzləməni eləyəndə yəni şey eləməsinlər də, geç, test məsələsi öz aramızda. 7 dəqiqə etdilər, O hə, ondan əlavə olaraq, ona əsasında biraz artırmaq kimi eləyəcək. Tam 7 dəqiqədə ki, səmə verməyəcək. Hakim istəyir studiyanı söyləsin də, problem yoxdur. İşte Qarşı da, o uşaq sənin üstüvə qaldırır. Sən hakim özü ona qərar verir də. Bu sənin, əgər sənin məqsədin oyunda qırmızı vərəqə almalıdırsa rəqibə, onu oyun əsasında düşür. İkinci taymda nə qədər top çıxsa... ikinci taymada 7 dəqiqə əlavə 53 dəqiqə oynayacaq. Vaqif hakim soyu qırmızı verir. Mən söysəm... Ay biraz o hakimdir. Hakimin qosundan xoşuna gəlir bir şey. Mən nə bilim bu məsələyə. Yox, hakim 7 dəqiqə artırmır amma sarı verib biz eləsə nasıl qırmızı verəcək ona? Allah yox, o eləcək. O düzdür, hakimi işin amma 7 dəqiqə verməlidir də biz ona. Bırak ben sen dedim ki birinci hissədən nə ki verməyib. Ondan bir qismini verəcək. Çünki o birinci taymdır. Deməli İlkin, Rəşid, Rauf, Röyal. Peki sən nə görüşəcəksən? Bu ayda belə eləsinlər, biz onlar belə olar. Bir ləzzət alar da. Yəni hər şey Yanırlar, bir şov yanar. Biz onlardan yaxşı komandadır. Yox, 5 dəqiqə üçlü olur. Prosta bir qalarda qaçsınlar, ona fikir verir. Birdən buradan qaçır, o birisi 15 nömrə oradan qaçır, ona fikir verir məsələn. İkinci taym nə eləyəcəksə bir dənə qərarlarımızı tez eləyək. Artıq sizə lazımdır. O tez pas verir, məndə bir görürəm orada rast verdim məsələn. İlkin verdi o qızına, Röya verdi o qızına. Tez pası gəzdirsə, tez versə. Kamerayı tele. Bundan sonra baş verənlərdən söhbət gedir. Nerede bunu profesyonelce bir sen diyecek. Niye bana şu kral geri üstüme geldi diye bana bırak. Buyur. Birbirimizi idare ediyor ya bu. Salamiye kanalımıza hoş geldiniz. Ben Trabzon Stüdyo'dan karşınıza gelmişler. Mikrofon zayıftır. Sayın hayatı buraya gelmeyen böyle şeydi. Və beləliklə ilk hissə olduqca qaynar mübarizə çərçivəsində keçdi. Ələkbər Əliyev Xırdalanın bir mənalı olaraq reklamından sonra ikinci hissəyə start verilir və Under Game komandası öz hücumuna başlayır. Top Tamirlan İmanovdadır. Tamirlan İmanov mərkəzə daxil olmaq istəyirdi. Yenə də səhv ötürmə verir və Emin burada çox yaxşı irəliləyib topu götürdü. Rauf Əliyevə top çatırdı. Fəridlə burada 2-11 nömrənin qarşılaşması. Amma Rauf Əliyev onu keçdi. Raufdan ötürmə. İlkin Xəlilin çox əla bir momenti var idi. Lakin bu ondan yararlana bilmədi. Çox yaxşı epizod idi həqiqətən. Qol vurulası bir. Hə, razıyam. Hər şey düzgün eləyirdi əslində İlkin. Sadəcə bir dənə orada epizod var. Ona bir dənə baxım. Çünki Fidanla nəsə kontakt var idi orada və o kontakt qayda pozuntusuna oxşur. Həm yox. Yox. İki əllə qardaş. İki əllə. Fidan iki əlinin ikisini də qoydu İlkinin geniş kürəyinin üstünə. Bu penaltidir cənab hakim. Amma buna baxmayaraq İlkin yenə də burada mənim fikrimcə fərqlənməli idi. Çünki qapının qabağını da kəsən yox idi. O biraz mənbalı söhbətdir. Ən azından sən yox. Məncə penalti idi burada. İlqar Qurbanov burada öz artıq vizit kartı olan hərəkətini də elədi və Under Game-in küncdən zərbəsini izləyirik. Vaqif Cavadov küncdən zərbəni yerinə yetirməyə hazırlaşır. Ötürməsi. Vaqif Cavadov topu göndər cərmə meydançasına, sabitdən geri tərs vuruş. Qapçı burada yaxşı ki yerində idi. Az qala öz qapısına gedirdi. Röya Nəcəfovdan ötürmə sol cinahda. Hücum irəliləyir. Rauf Əliyev Fidanla başa-baş mübarizə. Keçə bildi. Ötürməsi İlkin yox. Ay. Rəşid burada İlkinin qabağını almasaydı İlkinin çox yaxşı gol epizodu olacaqdı, amma burada əlini də qeyd eləmək lazımdır. Yenə də fədakar və özünə tam şəkildə inamlı. Çox, yəni
məhz vaxt zamanlaması baxımından Əli bu oyunda həqiqətən də master klass göstərdi. Və xatırlayırsınızsa, keçən oyunda onun zədəsi var idi. Bu oyuna da o zədəli olaraq çıxdı. White Wolves komandası isə hücumlarını davam etdirir. Raufdan sol cinaha ötürmə Nihat Uranla qarşı durmada qalib çıxır. Uran burada ona mane olsa da Mən deməzdim ki, orada qalib çıxır. Uran orada həqiqətən də fədakarlıq göstərdi. Qalır. Top Raufdadır. Rauf topu göndərir. Ruslan Əmircanov zərbəsi və Əli Kərimov yenə də fantastik topu çıxardı. Əli Kərimov qoymur. Bu oyun imkan vermirdi ki, Under Game komandası böyük hesabla məğlub olsun. Mən bilmirəm bu çəkirsən. Hesab atlayacaqdım sənə yaxşı ki bu çıyla dəydi. Kimin tabanı dəydi? Yaxşı ki dəydi, buraxsaydı. Tabanı kimsə dəydi. Yox, tabanı başıma dəydi. Dur. Yaxşı, sən işte onu yap. Dur. Əli, krasavçı. Gel. Amma sənə bir dənə söz deyim. Baxdım və bilmirəm bunu bilərəkdən eləyirlər yoxsa yox. Amma fikir verirsənsə Əlinin qapısı istiqamətində olan bütün zərbələr elə gətirib çıxardır ki, o zədəli tərəfinə düşür həmişə. Belə bir şey də var. Bilmirəm, bu əgər doğrudan da White Wolves komandası bunu işləyib eləyibsə, bravo. Yəni bu məşqçi işi kimi fantastik bir şeydir. Küncdən zərbədən top qapı tərəfə göndərilir. Burada nə? Rauf Əliyev yerdədir. Penalti iddiası var yenidən. Amillə orada Rauf Əliyevin. Amma burada da 50-50-yədir də. Burada da 50-50-yədir. Amma həm yox. Amma yəni bir dəqiqə. Yox. Mən şəxsən hakim yerində olsaydı mən də verməzdim penaltini. Çünki elə bir təəssürat yaranırdı ki, elə bir ki Rauf o yıxılışı axtarırdı elə bir ki. Top Royal Nəcəfovdadır. Royal Nəcəf sağ cinahla irəliləyir. Qarşısında Fərid Talıblı. Royaldan ötürmə. İlkin Xəlil zərbəsi. Sənim İlkin Xəlilin də hər iki oyunda çoxlu fürsətləri var idi. Real gol şansları var idi. Bunu keçən dəfə demişəm də, iki futbolçu var ki, Media Liqada. Onlar nə oyun göstərməyindən asılı olmayaraq topu onları tapar. Biri İbrahimdir, Black Bulls komandasında. Biri də İlkindir. Royal Nəcəfovdan ötürmə keçmədi. Vurğun Hüseynov topladı. Sabiri keçdi. Topu ötürür. Kimdir bu? Tamirlan İmanova. Tamirlandan Vüqar Bəybalayeva ötürmə. Vüqar topu göndərir Vaqif istiqamətində. Top Vaqifə çatır. Vaqif nə edəcək? Ötürməsi Fəxri. Tamirlan. Oy, çox yaxşı hücum idi bu. Çox yaxşı hücum idi. Və yenidən fikir versəsən Under Game-in bax bu əks Fəxri burada topa zərbəni alındıra bilsəydi çox qəşəng gol izləyə bilərdi. Fəxri həyatının qolunu vura bilərdi, amma vurmadı. Razıyam. Amma fikir verdinsə, yəni ilk oyundakı kimi bu əks hücum taktikası işləyir. Tamirlan burada öz aləmində nəsə fənd göstərdi, topu göndərdi Vüqar Bəybalayeva. Pas pis deyil idi əslində. Vüqar Bəybalayev, Vüqardan Tamirlana ötürmə. Tamirlan nə edəcək burada? Tamirlan solla düzəltdi, sağla verdi, amma yenə də Fəxri o topa çatmadı. Yəni burada offside şübhəsi də var əslində, amma hakim var idi, məncə var idi. Amma yenə də fərqi yoxdur. Sən epizodu sona kimi oynayırsansa, hər düşən epizodu qapıdan keçirməlisən. White Wolves komandası hücum qurmağa başlamaq istəyirdi ki, alınmadı. Tamirlan İmanov ötürməsi Moğluqa oxşadı elə bir, hə? Ya, ondan deyil idi. Vurğun Hüseynovdan Vüqar Bəybalayeva ötürmə. Vüqar burada Ruslandan sıyrılır, Ozanı keçir. Sabirdən də sıyrılır, qapıya baxır, göndərir və gol! Vüqar Bəybalayev, qardaş, bu nə zərbəni qoydu qırağa. Bu zərbəyə gələn epizodda çox elegant, çox belə zərgər dəqiqliyi ilə o qədər narahat top idi ki, qapçı üçün. Məncə qapçının bu topa çatmağı özlüyündə bir alqışa layiqdir əslində. Çünki həqiqətən də o küncü görüb zərbəni vurmuşdu. Dəfələrlə baxmaq olar. 3-1.
Zərbədən öncə doğrudan da onun orada keçidi də çox əla idi. 3 nəfərdən çox rahat sıyrıldı. Qapıya baxdı. Birinci fikir ver oyunçuya baxdı, sonra qapıya baxdı və göndərdi. Burada da bir maraqlı bir epizod var idi. Həmin bu andan öncə Vüqar Bəybalayev önə çıxdı və Vurğun Hüseynov onu hər cürə çağırırdı arxaya və hətta burada da həmin Vurğun Hüseynova ürək sözlərini deyir ki, İmkan ver, qol vurum, qayıdıram. demişdi, dedi ki, çıxım, qol vurum, arxaya düşəcəm. Və belə də oldu. White Wolves komandası yenə də geri düşür. Doktor Rəşid ötürməsi. Mərkəzdə qatma qarşılıq yaranıb. Ruslan Əmircanov topu ələ keçirir. Fəridlə başa-baş mübarizədə ötürməsi. Doktor Rəşid. Həla ötürmə daballa. Ruslan Əmircanov. Daha bir ötürmə. Mərkəzə doğru Royal Nəcəfov topu ələ keçirir. Yox. Vüqar Bəybalayev bu günləri. Vüqar, məncə qayıt futbol oynaya qardaş. Qayıt futbol oyna. Küncdən zərbədən ötürmə. Burada əli yenidən yerindədir. Yenə də zədəli yerinə. Yox, mən bilməm indi bunun konspiroloji fikir kimi qəbul eləmək olar yoxsa, amma nədənsə bütün epizodlar yenildirəm də o zədəli tərəfə düşürdü. Yenə də deyirəm, əgər həqiqətən də baş məşqçi bu məqamı işləyibsə komanda ilə Fərux müəllimə buradan respekt, komandanın zəif nöqtəsini tapıb ona vura bilir. Bu çox vacib bir şeydir. Fidan sağ cinahına. Ötürmək üçün Vaqif Cavadovu tapdı. Vaqif mərkəzdə Tamirlan İmanov. Tamirlan'a heç on nömrə yaraşmır da fikir. Oy. Uşaqlar, mən bu qolu şərh eləmək istəmirəm. Bu qol sənət əsəri idi. Bu qol Kakanın vaxtı ikən Manchester United'a vurduğu o qola bənzəyirdi. Özdə kimə qarşı? Ruslan Əmircanova qarşı. Zarafat deyil uşaqlar. Zarafat deyil. Topun qəbulu 1. Başla topu idarə etmək, korpusdan topu çıxartmaq və zərbə. Fantastika. Məncə turnirin ən gözəl qolu kimi bu qolu adlandıra bilərik. Tamirlan həqiqətən də bu turnir böyük bir tapıntı oldu. Yəni Tamirlan İmanov bu il turnirdə heç nə eləyə bilməsə, turnirə Tamirlan Umudovu qazandırdı ən azından. Yaxşı, buna görə hal-hazırda videonun altında deməli Tamirlan İmanovun kart nömrəsi var. Təşəkkür olaraq ona öz donatlarınızı göndərə bilərsiniz. Yeri gəlmişkən ötürməsi də pis deyil idi. Yaxşı Tamirlan, səni tərifləyirəm. Amma yəni Umudov səndən daha yaxşı oynadı bu oyunu. Yox, Umudov bu turnirin mənim fikrimcə ən yaxşı oyunçusu idi. Yox, maşallah. Analiz qabiliyyətin pis deyil. Söz vermişəm ki, gələn mövsüm sənə pro kateqoriyasını verəcəyik. Elcan azarkeşlərlə də biraz manipulyasiyalar edir. Daha bir pro kateqoriyasını verə bilərik. Ramin Malazec. Yaxşı kadrlardır, çox yaxşı kadrlardır. Bura Medialiqadır uşaqlar. Burada hər şey mümkündür. Nihat 2 nəfərdən çox yaxşı sıyrıldı. Mərkəzə daxil olur. Nihat ötürməsini verir. Rauf Əliyev topa çatdı. Rauf neynəyəcək? Rauf çəkdi. Rauf vurdu və Əli Kərimov. Yenə də Əli Kərimov. Mənə çox maraqlıdır ki, hər dəfə bax bu sıçrayışları eləyəndə Əli nələr çəkirdi. Çünki oyundan sonra da oyundan danışanda ki, hər yerim ağrıyır. Yəni mümkünatı yoxdur, amma həqiqətən də meydanda mübarizə aparan, ən çox mübarizə aparan futbolçulardan biri də məhz Əlidir. Olar və məncə izləyicilərdən turnirin ən yaxşı qapıçısı haqqında da məlumat almaq istərdi şərhlərdə. Məhz şərhlərdə yazın sizin fikrinizcə kim turnirin ən yaxşı qapıçısı idi? Səlimdən Vaqif Cavadova ötürmə. Vaqif Cavadov cinahla irəliləyir. Nihat ona çata bilmədi. Vaqif Cavadovdan zərbə və gol. 4-1. Və gol. Və Vaqif və gol. Bu qədər sadə. Hardasa ümumiyyətlə çox belə maraqlı bir məsələdir. Biz bir neçə belə deyək də gol flashbackləri aldıq. Tamirlan misal üçün Kakanın qoluna oxşar qolu. Burada hardasa Gareth Bale'ın Barcelona'ya vurduğu qolu da xatırlatmaq olar ki, orada da müdafiəçidən sıyrıldı, belə cinahla gəldi, belə rahat bilyar zərbəsi ilə topu qapıdan keçirdi. Şov, uşaqlar, şov. Vaqif Cavadov isə hələ də sübut eləyir ki, bu insan futbol üçün yaranıb və futbolla yaşayır. 4-1. Bir çoxları deyə bilərdi ki, burada artıq oyunu bitirmək olar. Under Game komandasını çempionluq münasibəti ilə təbrik edirik. Amma Medialiqa olmazdı əgər burada süjet çevrilişləri
çox böyük sürətlə dəyişməsəydi. Nə deyə bilərsən bu barədə Tamirlan? Məncə oyuna baxaq və biz qalan hər bir şeyi irəlidə görəcəyik. Və White Wolves komandası qırmızı topla oyuna başlayır. Və qeyd eləyək ki, White Wolves komandası burada vabanqa getdi əslində. Çünki vurduğu qol qoyduğu bir qağa, qol buraxsaydılar da 2-yə sayılacaqdı və bu həqiqətən çox təhlükəli bir məqam Doktor idi. Rəşiddən Rauf Əliyevə ötürmə, Fidan burada ona mane olurdu. Lakin top Rauf Əliyevdə qalır. Rauf Əliyev Elcanın da yol üstü keçdi. Rauf Əliyev topu çəkir. Ötürməsi çatmadı, yox. Vüqar Beybalayev topladı. Oy, sərt mübarizə, top kimdə qalır? Top kimdə qalır? Top Ruslan Əmircanova keçir. Ruslandan cinahla keçid və Ruslan Əmircanov yerdə qalır. Lakin hakim göstərir ki, ayağa qalxmaq lazımdır. Burada nə baş vermişdi? Ulan! Oy, penalti idi bu qardaşlar. Və Məncə də bu. xanımlar və cənablar, bu penalti idi. Bu penalti idi. Bəli, məncə də Və burada küncdən penalti zərbə var də idi. deyildi. Çünki Çünki ayağa təmas var idi 100%. ən azından. 100%. Burada nəsə bu günləri White Wolves komandasının bəxti gətirmir bu epizodlar baxımından. Emin topu Ruslan Əmircanova ötürür. Ruslan Əmircanov göstərir, gedin irəli. Toni İrəlidə Kroos ayağı yaxşı bir ötürmə. Top Rauf Əliyevə gəlir çatır. Fidanla mübarizədə Fidanı keçir. Rauf cərmə meydançasına daxil olur. Qapıya zərbə Əli, Sabir və gol! 83-cü dəqiqədə hesab 5-3 olur. Bu bir. İkinci məsələ, Azərbaycan Media Liqası tarixində ilk dəfədir ki, qırmızı topla qol vurulur və oyunun sonuna 7-8 dəqiqə qalmış. Oyuna intriqa qayıdır desək heç də yanılmarıq. Burada təbii ki, etirazlar var ki, sərt oyun getdi, amma məncə hər şey qaydalar çərçivəsində idi və intriqa qayıdır, drama qayıdır, ümid qayıdır. Və hesab 5-3 olur. Burada Sabir də yeri gəlmişkən asist edir və Royal Nəcəfov qırmızı topla qolu vurur. Hardasa o 2 dənə epizodun üstündən belə çox belə nazik bir xətt çəkə bildi də. Məncə çəkə bildi, çünki 2 qol sayıldı artıq bu top. Qırmızı top öz işini gördü, meydanı tərk etdi və komanda artıq 5-3 hesabı ilə oyuna davam edəcəklər. Tamirlan belə pis çıxmasın, arada topu mərkəzdə qoymaq lazımdır, amma nə isə. Under Game komandası Hücuma davam eləmək istəyirdi burada. Amil İlqar Vüqaroğluya qarşı çox sərt oynayır, amma İlqar Vüqaroğlu da məncə Oscarlıq oynayır. Məncə də. Ruslan Əmircanovdan ötürmə, Əli Kərimov yumruqları ilə topu uzaqlaşdırır. Səlim topu yenə də Ruslan Əmircanova verir. Ruslandan Maqaya, Yox, alınmadı zərbə. Kənar vəziyyət. Offside olsa da sayılmır. Çünki fitdən sonra vurulmuşdu. Ramin Binyaminov yenə də nədənsə narazı idi. Burada baxaq, amma burada elə bil ki, offside yox idi bir balaca. Mən çox belə maraqla gözləyirəm nə vaxt ki White Wolves komandası bu buraxılışı izləyəcək. Mən hiss edirəm ki, storieslər dayanmadan paylaşılacaq. Zənglər gələcək. Mən hiss eləyirəm. Mən də hiss eləyirəm. Allah sənin köməyin olsun Tamirlan. Amma yəni burada offside yox idi qardaşlar. Offside yox idi. Epizod da oynanıldı. Top qapıdan keçdi. Bizi çox qaynar bir buraxılış gözləyir deyəsən və bol kommentariyalar və storieslər gözləyir. Haqsızlıq. Bizim komandanın qələbəsini əlimizdən aldılar və sarı və açığı White Wolves komandasının etiraz etməyə tam da hüququ çatır. Çünki burada offside uşaqlar yox idi. 2 penalti. Bir dənə offside. Hələ bundan sonra nələr baş verəcək? Yalnız və yalnız bizdə. Tamirlan Omudovun zərbələri mənə Konami Cup'ın zərbələrini yadıma salır. Niyə görəsən? Adam əlinə pult götürüb belə biraz idarə eləmək istəyir. Lütfü Səlim. Ali, Səlimi sal, Ali. Aha. Maçın ən yaxşı futbolçusu meydana daxil oldu. Rauf Əliyevdən ötürmə, Ruslan Əmircanov topu vurur, Əli top dirəkdən qayıdır, Əli çıxardır, Ramin vurur və burada nə baş verir? Gol? Qalq, bir dəqiqə zəhmət olmasa, bircə saniyə, Əli etiraz edir, deyir ki, top qapı xəttini keçməmişdi. Biz yalnız və yalnız təkrar baxdıqdan sonra bunu başa düşəcəyik. Ruslandan zərbə, top buradan bir o
Məncə keçməmişdi. Buradan elə bir görsəndi ki, keçmiş. Mənə. Amma təbii ki, bu o kamera deyil də ki, biz oradan bu epizodu düzgün dəyərləndirək. Aha. Burada indi əli olmasaydı, mən dəqiqliklə deyə bilərdim. Məncə yenə də keçməmişdi. Yox, təbii ki, orada millimetr belə əgər xəttin üzərində qalırsa, bu heç bir halda qol sayılmalı deyil. Nə bilim. Məncə əlinin etirazları buradan belə baxanda... Yox, buradan da elə baxanda top qapıdan keçməmişdi. Uşaqlar, bu epizodu sizə saxlayırıq. Dəyərli izləyicilərimiz, zəhmət olmasa şərhlərdə yazın. Sizcə bu epizod qol idi, yoxsa yox? Yəni, mən 70-in 30-a deyərəm ki, bu qol deyil, amma bəzi kadrlardan elə görsənir ki, top xətti keçir. Düzdür, Media Liqada qol line sistemi olmadığından bu qol qeydə alınır və bu oyun davam edir. 5-4 bu nə finaldır. Vüqar Beybalayev topu göndərir Tamirlan Umudov istiqamətinə. Tamirlan təkbətək çıxırdı az qala, amma qapıcı topu götürdü. Qapıcı topu vurur və bu da son. Under Game komandası Media Liqanın ikinci sezonunun qalibi olur. Və bu fantastik finaldan sonra heç kimin əslində inanmadığı, cəmi cümlətanı bir neçə gün ərzində yaranan komandanın çempion olması hər bir kəsi həm bir tərəfdən şoka saldı. Komandaya heç kim güvənmirdi. Hamı deyirdi uduzacaqsınız. Biz gəldik, çempion olduq. Gəldik, özümüz də apardıq. Deyib gülürdük. Bizi istəndirdilər ala. 5-4. Biz çempionuq, Mən bax bizim komandada hamı 2XL giyinir, hamı. 2XL bir dənə bizdə XL giyinən var, biz çempionuq. Valla Silya bunlardan oynadı. Yalan deyil. Agresif oynadılar. Ala 5 forma çıxardım onun ortasında bir atlar çəkdi. Doğru verirsən. 12-11 oynadılar. Stüdyolardan oynadı. 7 dəqiqə birinci saniyədən vaxtımız kəsdi. 1 saniyədən bir zaman olur. Elçin oyunu saxlayır. Kəqənin məşqlərinə gəlin əziz dostlar. Söhbət bağlandı. Mənim adımlar Eldirim. Əsl şov bu, klasikada. Как хотели. Как хотели. Мы забили как Бразилия. Сколько захотели, они сколько смогли. Oy səni Ələkbər, pis deyildi. Hakim birinci sırada 7 dəqiqəmizi aldı. Heç halal eləmirəm belə. Məncə Eminin üzündən bütün White Bulls komandasının ümumi əhval-ruhiyyəsini demək olar. Necə ki, çox danışmanın əslində mənası yoxdur burada. Heç kim bizə inanmırdı. Heç kim. Hamı dedi ki birinci oyunda biz uduzacağıq. Bax, mən dediyim söhbətdir bu. Mən dediyim söhbət bu. Belə, Azərbaycan Media Liqasının ikinci mövsümü bax beləcə sona yetdi. Bütün iştirakçılara, bütün azarkeşlərə, bütün təşkilatçılara, könüllülərə, videoqraflara, fotoqraflara, su daşıyanlara, banan alanlara, hər bir kəsə öz təşəkkürümüzü bildiririk. Bu təbii ki, son mövsüm deyil. Biz daha da möhtəşəm mövsümlə geri dönəcəyik. Və bu fantastik notda biz bu buraxılışı sonlandırırıq. Daha yaxşı mövsümlə təbii ki, qayıdacağıq. Hal-hazırda mükafatlandırma mərasimini görürsünüz. Turnirin təşkilatçıları Ziya Əliyev və Nüqzar Kvirtsiya öz möhtəbər əlləri ilə bu möhtəbər medalları hakimlərin, iştirakçıların üzərinə verirlər. Tamirlan Umudov. Şübhəsiz. Təbii ki. Tamirlan Umudov bu turnirin ən yaxşı futbolçusudur. Uşaqlar, təbii ki, biz növbəti mövsümdə qayıdırıq. Amma bu mövsümün nə qədər tez qayıtmağı təbii ki, sizlərdən asılıdır. Sizlərdən necə asılıdır? Siz bu buraxılışlara baxmalısınız, like qoymalısınız, şərh etməlisiniz ki, biz də daha tez qayıda bilək və bu qədər uzun fasilə olmasın mövsümlər arası. Beləliklə, bu möhtəşəm kadrları burada xoş xatirə kimi bəziləri üçünsə gələn mövsüm üçün kifayət qədər yaxşı motivasiya kimi saxlayırıq. Öz şərhimizi burada bitiririk. Sizdən mən idim Ali Futbol və mən Tamirlan İmanov. Özünüzdən və yaxınlarınızdan müğayət olun. Gələn görüşlərdə.
Gel bura gel. Gel. Fuat İskenderov. Bir dakika. Dostuma söz vermiştim. Yok. Dostuma söz vermiştim.